yazıblar ki inşallah, oy, inşallah oranızı buranızı şişirmemiş. Gülə bilmirəm, qarnım ağrır. Yo. Şişirtməmişim əslində. Aldırmışam belimdən. Narahat olmayın. Sadece belimi, doğum şeyleri, üzr istəyirəm böyüklərdən. Onlardan sevirəm sizi. Ağrı için soranlar var. Ağrım yoktu. Doktor ne dediyse şükür o oldu. İlk əməliyyatdan çıxdım anı hatırlayıram. Biraz üşüyürdüm. Bir de ağrım vardı. Sonra ağrı kesici vurdular. Şükür ağrım yoktur. Şükürler olsun. Sadece halsizliğim var ve dünəndən yatıram. İllərdir o kadar rejimle yaşamışam ki tezdən dur, gec yat, tezdən dur. Elə o kadar geceler olub ki 3 saat yatmışam. Başka əməliyyatdan çıxanlar danışırlar və xanımdır, məsələn, yatmaq istəmir. Mən ancaq yatıram. Deyirəm, yəqin illərin o yorğunluğunu çıxarıram da. Ancaq yatmaq istəyirəm. Böyle öyrəşmişəm, indi birdən bir dərsə başlayacağım. İndi online dərsim başlayacaq. İndi hərdən elə şey, panik uyanıram ki, aha, geç qaldım. Sonra yadıma düşür ki, yox, palatadayım. Şükürlər olsun. Paylaşımlarımı məni sevənlər üçün paylaşım. Negativ, qısqanclar falan məni görmənizə, məni ta ki izləməyinizə gərək yoxdur. İnanın. Onsuz da mən qərarımı verəndə onu yerinə yetirən bir qadınam. Yani insanların düşünceleri mənim fikrimi dəyişdirmir. İllərlə şükür işlədim, oxudum, qızımı böyütdüm, şükürlər olsun. İndi de özümə bir gözəllik edim dedim və xoşbəxtəm. Allah hamısını gözəl etsin, xoşbəxt eləsin. Ha, bir de bunu deyim. Bir nəfər yazıb ki, hardan oxudum, TikTok'tan nə yazıb ki, alabilir kime göre bedenini şişirdim. Size ayıp olsun. Ayıp olsun. Kadınlar özlerine göre bir şey eləyebilirlər. Bunu unutmayın. Mütləq ona buna göre eləmirlər. Öz gözəllikləri üçün, öz xoşbəxtlikləri üçün bir şey eləyebilirlər. Necə dırnaqlarımı, qaşımı, paltarımı, saçımı özüm üçün eləmişimsə, bunu da özüm üçün eləmişim. Ayıp olsun size. Qalan hamınızı sevirəm.